Çok güzel. Buyurun. Buyurun. Əzəldən belədir çünki kainat. Cahan daimidir, ömür amanat. Əldən ələ keçir vəfasız həyat. Biz gəldi gedərik, sən yaşa dünya. Biz gəldi gedərik, sən yaşa dünya. Dedi elə neşən ağlamayım, lələ ya, lələ ya, lələ ya, lələ ya, lələ elə mən baxdı qara. Çünki o elimdən aralıyam mən, lələ ya, lələ. A belə fələhi vuruvar. Şu böyük üstadın Aşıq Ziyəddinlə çox yaxınlıq, dostluq eləmiş. Biləm, Aşıq Ziyəddinlə üstadın özü də Zəlbixanla Aşıq Ziyəddin arasında da böyük yaxınlıq var idi. Buyurun Çingiz müəllim, siz də. Hörmətli Keşiyəli xalqı, hörmətli borçlular, hörmətli qonaqlar, hamımızın başını sağ olsun. Bugün bu qarışıq zamanlarda gənclərimizin beyni rockla, nə bilim, replə, cazla dolub. Ancaq gənclərimizin mənəvi dünyasını zənginləşdirən, onların milli duyğularla daha çox yükləyən saz söz sənətinin 3-5 nümayəndələrindən biri Aşıq Ziyəddin. Ziyəddinlə mənim şəxsi dostluğum olubdur. Bizim ailənin dəfələrlə qonağı olubdur. Zəlimxan axır vaxtı bir 4-5 il həmişə gəlirdi, hər yay 2 ay, 3 ay kənddə olurdu. Həmişə Aşıq Ziyəddin çox böyük ehtiramla, hörmətlə gəlib ailəmizin qonağı olurdu. Aşıq Ziyəddinin mənim yaddaşımda, qəlbimdə çox böyük unudulmaz xatirələri var. Ancaq bu gündən sonra o bir dəfəlik xatirə dünyasına köçür, o dünyası behişt olsun, Allah ona rəhmət eləsin və hamımızın başını sağ olsun. Hüzün iştirakçıları, bugün ağır elli borçalı mahalında, Türk dünyasında, aşıq sənətində ağır bir itişim üz verir. Ustad Aşıq Ziyəddin aşıqlıq sənətinə töhfələr gətirərək özünü ustad aşıqlar sırasına yazdıran görkəmli sənətkarlardan. O şeirinin bir bəndində deyir ki, İncilər seçər Ziyəddin, könüllər açar Ziyəddin, vaxt gələr köçər Ziyəddin, hər aşığın dövranı var. Yaşadığı dövranda, yaşadığı zamanda aşıq sənətinə böyük zəhmət çəkən ustad Aşıq Ziyəddin bu gündən cismən aramızda olmasa da onun yazıb yaratdığı şeirlər zaman zaman tarixi boyu yaşayacaq və yaşamaqda davam edəcək. Allah Teala'dan ustada rəhmət elədi. Onun yolunu Rustaviyə düşəndə, qara yazı, qardıban tərəfi düşəndə elə bir olmaz ki, o gəlib o kişiyə aşağısından Kösallı ilə onun evində olmamış, çalım oxunmuş. Allah rəhmət eləsin. O cümlədən bir tərəfi baş keçdi, ara düşür. Axır vaxtları qarısı olub bir neçə dəfələrlə. Aşıq Aslanın səbəbinlə mən də orada iştirak edeyim. Çox yoldaşlığımız oldu Aşıq Ziyəddinlə. Allah rəhmət eləsin. Yer cənnət olsun. Xan kamandarla neçə illərlə çin-çinə gəzdi. Aşıq Əmrahla çin-çinə gəzdi. Və onun bugünkü günü 3 kitab çıxıb mən bilən, eləmi? 3 kitabı çıxıbdı.
en çetini onun aşılıq elmində divani təzyiqlər ki var, en qüvvəli yazdığı divaniləri təzyiqlər var. Və eyni vaxtda mən bayaq da dedim, mən çox xoşbəxt bir insan oldum ki, onunla çiyin-çiyinə gəzdim. Allah rəhmət eləsin, bütün elin başı sağ olsun, sənətkarların başı sağ olsun. Və hər birinizə, elimizə, obamıza ən başlıca olaraq Aşıq Ziyəddinin ailə üzvlərinə, eləcə də sənət yoldaşlarına baş sağlığı verirəm. Allah rəhmət eləsin Aşıq Ziyəddinə və onu da xüsusilə qeyd etmək istəyirəm ki, Aşıq Ziyəddin milli mədəniyyətimizin aşıq sənətini yaşadan dəyərli bir sənətkarımız idi. Allah rəhmət eləsin. Bir daha çox vaxtınızı almaq istəmirəm. Bu elə, obaya, hər birimizə başımız sağ olsun deyirəm. Əziz oğullar, əlbəttə borçalımız ağır itki verdi. Aşıq Ziyəddin o aşıqlardan deyir ki, ustad, görmüş aşıqlardan deyir, ustad aşıqlar. Saz sənətinin yaşamasında böyük rol olan insanlardan idi. Allah rəhmət eləsin. Mən bir kitabının təqdimatında iştirakçısı olmuşam. Və hər zaman çox söhbətlərimiz olardı. Çay içərdik, axşamlar Afatun Kamandaroğlu ilə bərabər, Mahmudla bərabər. Çox gözəl insan idi, dəyərli insan idi. Saz söz sənətinin doğrudan da biləni, ustadı idi. Əlbəttə, gələcək nəsil var, əlbəttə gələcək nəsil, gələcək aşıqlarımız var, Allah onları qorusun. Amma bu itki Borçalı saz sənətinin, Borçalı mədəniyyətinin, bilirsiniz, Borçalı mədəniyyəti Türk dünyasının çox önəmli bir zirvələrində bulunuyor. Borçalı mədəniyyətinə və Türk dünyasına bir iz bırakan bir itkilərdir. Allah ustalarına rəhmət eləsin, əzizlərine, yaxınlarına başlarına verir. Dərgahına yola salırıq. Ruhu şad, məkanı cənnət olsun inşallah.